Hər gün yüzlərlə insan avtobusdan istifadə edir. Amma son vaxtlar marşrut avtobusları ilə bağlı xəbərlər narahatlıq doğurur. Qəzalar artır, insanlar xəsarət alır, bəzən isə faciə yaşanır. Bəs bu qəzaların səbəbi nədir? Sürücülər günahkardır, yoxsa avtobusların texniki vəziyyəti? Bəlkə yollar və hava şəraiti? Bu videoda avtobus qəzalarının əsas səbəblərinə baxacaq və həll yollarını müzakirə edəcəyik. Son həftələrdə bir neçə ciddi avtobus qəzası baş verib. Məsələn, Sabunçuda bir marşrut avtobusu yük maşınına çırpıldı. Sürücü yüngül xəsarət aldı, amma avtobus tam yararsız hala düşdü. Buna dumanlı hava səbəb olmuşdu. Başqa bir hadisə Səbail rayonunda qeydə alındı. Sürücüsüz hərəkət edən avtobus bulvara çırpıldı. Şükür ki, xəsarət alan olmadı. Araşdırmalara görə avtobusun texniki problemi var idi. Binəqədidə isə bir marşrut avtobusu yük maşını və minik avtomobili ilə toqquşdu. Avtobus idarə etmədən çıxıb, yol kənarında dayanmış başqa bir avtomobilə çırpıldı. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Bu qəzalar təsadüfdürmü? Yoxsa ortada ciddi problemlər var? Bu qəzaların səbəbləri müxtəlifdir. Gəlin ən vacib amillərə baxaq. Duman, yağış, buzlu yollar. Sürücülər bəzən buna hazır olmur. Sürət həddini aşır və qəza qaçılmaz olur. Avtobuslar köhnədir, vaxtında təmir olunmur, yoxlanılmır. Səbaildə baş verən hadisə bunun ən bariz nümunəsidir. Sürücü səhvləri və səhhət problemləri. Maçdağada bir sürücü sükan arxasında olarkən ürək tutma keçirib və nəticədə avtobus marketə çırpılıb. Yolların vəziyyəti. Bəzi yolların keyfiyyətsiz olması, sürüşkən səthlər qəzaları qaçılmaz edir. Sərnişinlə sürücü arasında münaqişələr. Xətai rayonunda sürücü ilə sərnişin arasında dava düşüb. Nəticədə avtobus dayanacaqda gecikib və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olub. Bəs bu qəzaların qarşısını almaq üçün nə etmək olar? Avtobuslar mütləq texniki baxışdan keçməlidir. Bəzi marşrut xəttləri hələ də köhnə, təhlükəli avtobuslardan istifadə edir. Sürücülər peşəkar şəkildə hazırlanmalıdır. Onların səhhəti və psixoloji vəziyyəti nəzərdə saxlanılmalıdır. Yolların keyfiyyəti artırılmalıdır. Xüsusilə qış aylarında avtobus yolları buz bağlayır, sürüşmə təhlükəsi yaranır. Sərnişinlər də qaydalara əməl etməlidir. Sürücü ilə mübahisə etmək. Avtobusda təhlükəli davranışlar qəzaya səbəb ola bilər. Bu problemlər həll olunmasa, avtobus qəzalarının sayı artmaqda davam edəcək. Biz gündəlik avtobuslara minirik, amma onların nə qədər təhlükəsiz olduğunu bilmirik. Hər qəza bir dərs olmalıdır. Bəs siz nə düşünürsünüz? Avtobus qəzalarının əsas səbəbi nədir? Sürücülər, yoxsa yollar, yoxsa sistemdəki boşluqlar? Rəylərdə fikirlərinizi bölüşün və bu vacib mövzunun müzakirəsində iştirak edin.